Salam əziz müəllimlər və şagirdlər, hər vaxtınız xeyirli olsun. Mən Repetitor Hazırlıq Mərkəzinin tarix və coğrafiya müəllimi Azər Qurbanov. Bugündən kanalımızda tarix və coğrafiya fənlərindən dərs izahları yerləşdirəcəm. Coğrafiyanın ilk mövzusundan başlayacaq. Bu günləri izah edəcəyim seçdiyim mövzu üfüq və onun cəhətləri və azimutdur. Keçək mövzumuza. İlk öncə üfüq nədir? Üfüq anlayışına baxaq. Üfüq. Üfüqün tərifi budur ki, açıq səthdə gözlə görə bildiyimiz ərazi üfüq adlanır. Təsəvvür edin ki, açıq bir səthdə, yəni açıq səth deyərkən mütləqdir ki, düzənlik olmalıdır. Düzənlik olmasa, dağlıq bir yer olsa, biz üfüqü görə bilməliyik, ətrafı görə bilməliyik. Ətrafı görməyimiz üçün düzənlik bir relyef olmalıdır. Təsəvvür edin ki, açıq bir səthdə dayanmışıq. Gözlə görə bildiyimiz ərazi, yəni kənarda xeyli bir ərazi görəcək. Gördüyümüz bu əraziyə deyirlər üfüq. Yenədən deyim tərifi, açıq səthdə gözlə görə bildiyimiz ərazi üfüq adlanır. Bəs üfüq xətti nədir? Xeyli ərazi gördükdən sonra ən sonda elə zənn edirik ki, yerlə göy birləşir. Həmin yerlə göyün birləşdiyini zənn etdiyimiz bu xəttə deyirlər üfüq xətti. Yerlə göyün birləşdiyini zənn etdiyimiz bu xətt üfüq xəttidir. Deməli, açıq səthdə gözlə görə bildiyimiz bu ərazi üfüqdür. Yerlə göyün birləşdiyini zənn etdiyimiz bu xətt isə üfüq xəttidir. Üfüq xəttinə qısa olaraq belə demək olar ki, görməni məhdudlaşdıran xəttdir. Gəlin indi üfüqün cəhətlərinə baxaq. Cəhət deyərkən, yəni üfüqün istiqamətlərinə baxaq. Yuxarı, aşağı, sağ, sol. Üfüqün cəhətləri, əsas cəhətlər var və bir də aralıq cəhətlər var. Əsas cəhətlər hansılardır? Əsas cəhətlər şimal, cənub. Yox, o birisi bölümdən. Aha. Şimal, cənub, qərb, şərq. Bunlar üfüqün əsas cəhətləridir. Şimal, cənub, qərb, şərq. Aralıq cəhətlərimiz isə şimal, şərq, cənub, şərq, cənub, qərb və şimal, qərbdir. Bunları gəlin ədəd oxunda göstərək. Ədəd oxu, yəni yuxarıdan aşağı, soldan sağa çəkilmiş xəttə təsvir edilir. İlk öncə mən əsas cəhətləri təsvir edirəm. Yuxarı istiqamətimiz şimaldır. Aşağı istiqamətimiz cənub, sol istiqamətimiz qərb, sağ istiqamətimiz isə şərqdir. Bunlar üfüqün əsas cəhətləridir. İndi gəlin, baxaq üfüqün aralıq cəhətləri. Adından bəlli olduğu kimi üfüqün aralıq cəhətləri aradan çəkilən cəhətlərdir. Yəni, şimal və şərq əsas cəhətlərinin arasından bir cəhət çəkilən. Buna yazıram şimal, şərq. Gördünüz, birinci şimalı yazdım, sonra şərq yazdım. Cənub və şərqin arasından bir xətt çəkirəm, buna yazıram cənub, şərq. Birinci cənubu yazdım, sonra şərqi yazdım. Cənub və qərbin arasından bir xətt çəkdim, cəhət çəkdim, yazdım cənub, qərb. Şimalla qərbin arasından çəkdim, yazdım şimal və qərb. Qərb-şimal yazsanız, bu yanlış olar. Belə bir cəhət yoxdur. Qərb-cənub yazsanız, yanlış olar. Şərq-cənub yazsanız, yanlış olar. İlk öncə mərkəzdəki oxu götürürsünüz. Yəni, birinci şimal istiqamətini yazırsınız, yaxud birinci cənub istiqamətini yazırsınız. Şimalla şərqin arası şimal-şərq, cənubla şərqin arası cənub-şərq. Bunlar üfüqün əsas və aralıq cəhətləridir. İndi isə gəlin azimuta baxalım. Azimut nədir? Azimut sözünün mənası ərəbcə mövsüm demək. Üzülürsün. Sol açıladı. Narahat olun. Azimut sözünün mənası ərəbcə istiqamət deməkdir. Ərəbcə istiqamət deməkdir. Yəni, üfüqün cəhətləri, üfüqün istiqaməti, üfüqün azimutu hamısı eyni anlayışlardır. Azimut sözünün mənası ərəbcə istiqamət deməkdir. Azimut üfüqün cəhətlərinin dərəcələrlə qiymətidir. Üfüqün cəhətlərinin dərəcələrlə qiymətidir azimut. Azimuta tərif verməmişdən əvvəl bir sual qoyalım ki, təsəvvür edin ki, biz məhəldə dayanmışıq. Bizdən kənarda bir ağac təsvir olunubdur. Bizə sual verilir ki, bu ağac bizə nəzərən hansı istiqamətdədir, hansı azimutdadır?
Biz bu ağacın bizə nəzərən hansı istiqamətdə olduğunu tapmaq üçün ilk öncə şimal istiqamətini qəbul etməliyik. Azimutda iki anlayışdan istifadə olunur. Bir, şimal istiqaməti, ikinci isə verilən istiqamət. Ağaca olan istiqamət isə verilən istiqamət deməkdir. Şimal istiqaməti, verilən istiqamət. Gəlin, bu iki anlayışa əsasən azimuta tərif edir. Azimutun tərifi budur ki, şimala olan istiqamətlə verilən istiqamət arasında qalan saat əqrəbi istiqamətində, görürsünüz xətti sola doğru çəkmədim, sağa doğru. Saat əqrəbi istiqamətində ölçülən bucağa azimut deyilir. Bir də deyirəm, şimala olan istiqamətlə verilən istiqamət arasında qalan saat əqrəbi istiqamətində ölçülən bucağa azimut deyirlər. Azimutun dərəcə qiyməti 0 dərəcə ilə 360 dərəcə arasında qiymət alır. Məsələn, 90 ola bilər, 180, 270, 315, ta 0-dan başlayır, 360-a kimi qiymət alır. Başlanğıc istiqamətimiz 0-dır. Yəni 0 dərəcədən başlayır. Məsələn, tutaq ki, bu aradakı bucaq 45 dərəcə. Onda deyəcək ki, ağac, yəni verilən ağac, verilən istiqamət, ağac bu duran adama nəzərən 45 dərəcə azimutda yerləşir. 45 dərəcə azimutda yerləşir. Bu da azimutun tərifidir. Gəlin indi azimutun bu dərəcə qiyməti ilə üfüqün cəhətlərini, yəni şimal, cənub, qərb, şərq o dərəcə qiymətlərini uyğunlaşdırır. Ədəd oxu çəkək. Ədəd oxunda qeyd etdik ki, bu bucağımız 90 dərəcədir. Yəni oxlar yuxarıdan aşağı, soldan sağa çəkilən xəttlər, oxlar bir-birinə perpendikulyardır. Və azimutun dərəcə qiyməti 0 dərəcədən başlayır. 0 dərəcəni adlandırırlar şimal istiqamət. 0 şimal istiqamət. Birinci aralıq cəhətlərinə baxaq. Şərq istiqamət neçə dərəcə olur? Bu perpendikulyar olduğu üçün bu bucaq 90-dır. Onda mən şərqin dərəcə qiymətini tapmaq üçün 0 dərəcənin üzərinə 90 gəlməliyim. Yəni şərq istiqamət 90 dərəcə. Və eyni qayda ilə bu bucaq da 90 olduğu üçün cənub istiqamətini də tapmaq üçün 90-ın da üzərinə 90 gələcəm. Yəni 180 dərəcə. Cənub üfüqün cəhətinə uyğun azimut bucağı 180 dərəcə. Sonra qərbə baxaq. Yenə bu bucaq 90 olduğu üçün 180 üzərinə 90 gəlirəm 270 dərəcə. 270-in də üzərinə gəlirəm 360 dərəcə. Və buradan bir nəticə çıxarırıq ki, şimal istiqamət həm 0 dərəcə qiymətlə qiymətləndirilir, həm də 360 dərəcə ilə. Yəni desək ki, səyyar 0 dərəcə azimutla hərəkət etdik, bilin ki, şimala doğru hərəkət etdi. Səyyar 360 dərəcə azimutla getdi, bilin ki, yenə şimala doğru gedirdi. 180 dərəcə azimutla getdi, bilin ki, cənuba doğru. 90 ilə getdi, şərqə doğru. 270 ilə getdi, qərbə doğru. Gəlin indi aralıq cəhətlərinə baxaq. Demişdik ki, aralıq cəhət əsas cəhətlərin arasından çəkilir. Şimalla şərqin arasından çəkdik. Bayaqları bunu izah etdik, şimal, şərq adlandırdıq. Gəlin görək, bu dərəcə qiyməti, şimal, şərqi dərəcə qiyməti neçədir? Qeyd etdik ki, bu bucağımız 90 dərəcədir. Və riyaziyyatdan da bilirik ki, aradan çəkilən xətt, yəni tən bölən, bucağı yarıya bölür. Yəni bu bucaqla bu bucağın dərəcə qiyməti bir-birinə bərabərdir. 90-ın da yarısı 45-dir. Yəni bu araya da 45-dir, bu araya. Bütün aralar 45-45 bölünür. Və bu 0 dərəcədir. Demişik ki, azimutun da dərəcə qiyməti saat istiqamətindəndir. Ona görə 0-ın üzərinə 45 gələcəm, şimal şərqə yazacam 45 dərəcə. Sonra cənub şərq arasını tapmaq istəyirəm. 90-ın üzərinə 45 gələcəm. 90-ın üzərinə 45 gəlirəm, yəni plus 45, 135 dərəcə. Sonra 180-in üzərinə 45 gələcəm, 225 dərəcə. Cənub, qərb. Cənub, qərb 225 dərəcə. Sonra şimal, qərb istiqamət. Şimal, qərb. 270-in üzərinə 45 gələcəm, 315 dərəcə. Və yaxud da 360-dan 45-in də çıxa bilərəm. Bu qayda ilə dərəcələr də tapılır. Baxaq, şimal istiqaməti 0 və ya 360, şimal şərq 45 dərəcə, şərq istiqaməti 90 dərəcə, cənub şərq istiqaməti 135, cənub istiqaməti 180, cənub qərb istiqaməti 270, qərb istiqaməti, cənub qərb istiqaməti 225, qərb istiqaməti 270, şimal qərb istiqaməti isə 315 dərəcədir. Bu isə azimutun dərəcələrin, üfüqün cəhətlərinə uyğun müvafiq qiymətlərdir. Azimutu, yəni üfüqün cəhətini müxtəlif yollarla təyin edirlər. Məsələn, azimutun məhəldə təyini var. Yəni, məhəl deyərkən açıq səthi, yəni yer səthi nəzərdə tutulur. Bir də planda azimutun təyini var. Məhəldə azimutu təyin etmək üçün kompasdan istifadə edilir. Kompas hamının bildiyi bir cihazdır, üfüqün cəhətlərini təyin edir.
Planda isə transporterdən istifadə edirlər. Transporterdə riyaziyyatda uzağı ölçmək üçün istifadə olunan bir alətdir. Deməli, məhəldə azimutu təyin etmək üçün kompasdan istifadə edirlər, planda isə transporterdən. İlk kompasda eramızdan əvvəl 2-ci əsrdə Çində ixtira olunmuşdur, ilk kompas. Və bəzən plan nədir? Ərazinin kiçik bir təsviridir. Planda bəzən şimala istiqamətlənmiş ox işarəsinə görə də azimutu təyin edirlər. Planın kənarında belə bir ox verir, bu ox şimal istiqamətini göstərir. Yəni, bu ox onu göstərir ki, planın yuxarısı şimaldır, aşağısı cənubdur, sol tərəfi qərbdir, sağ tərəfi isə şərqdir. Bu da azimutun təyinində istifadə olunan alətlərimizdir. İndi isə azimuta aid məsələ nümunələrinə baxaq. Toplumumuzda bu tip məsələ nümunələri var. Müxtəlif tiplər üzərindən azimuta aid məsələləri izah edir yasan üsullarına. Məsələ 1-ə baxaq. Məsələ 1-də deyir ki, A məntəqəsi B-dən, B məntəqəsi isə A-dan hansı azimutda yerləşir? Yəni, bizdən dərəcəsini soruşur. A B-dən hansı dərəcədə yerləşir? A B-dən deyir. B-dən. Yadınızda saxlayın. B-dən deyirsə, Azərbaycan ilə bilirsiniz ki, damdən çıxışlı tar şəkilsidir. B-dən deyirsə, onda xətti B-dən başlayaraq çəkin. Damdən şəkilsi ilə yadlasam, B-dən başlayaraq çəkin. Onda deyim ki, A B-dən sol istiqamətində. Yəni, gəlin sol istiqamətinə baxaq. Qərb istiqaməti 270 dərəcə. Onda A B-dən A B-dən 270 dərəcə azimutda yerləşir. İndi isə əksinə baxaq. B A-dan. A-dan deyirsə, onda çıxışlı tar şəkilçisi A-dadır. Yəni, çıxışlı tar şəkilçisi məntəqənin çıxış nöqtəsini göstərir. Onda xətti A-dan çəkəcəm. Yəni, sağ istiqamətində. Gəlin, sağ istiqamətinə baxaq. Şərq 90 dərəcə. Onda belə nəticə çıxardıq ki, B A-dan 90 dərəcə azimutda yerləşir. İstiqaməti də soruşsa, şərq istiqaməti. A B-dən 270 dərəcə azimut və yaxud qərb istiqamətində yerləşir, qərb. B A-dan 90 dərəcə azimutda və yaxud şərq istiqamətində yerləşir. Bu məsələ birimiz oldu. İndi məsələ 2-yə baxaq. Deyir ki, turistlər 90 dərəcə azimutla 5 km, sonra isə 0 dərəcə azimutla 5 km yol getdi. Gəlin, turistin çıxdığı ilki məntəqəni nöqtə ilə qeyd edir. Təsəvvür edin ki, turistlər bu nöqtədən səyahətə çıxdılar. 90 dərəcə azimutla. İndi xətti sağa mı çəkim, sola mı, yuxarı mı, aşağı mı? Qrafika baxacaq. Yəni, bu qrafika onun üçün əzbərləməlisiniz ki, hər dəfə çəkməyəsiniz. 90 dərəcə sağdır. Yəni, bu çıxış nöqtəsindən sağa getməliyəm və kilometrində qeyd edəcəm. Həmişə kilometrini qeyd edin. Bəzən olur ki, indi burada hamısında 5-5 yazır, bərabər. Bəzən olur ki, birində 5 yazır, birində 10. Uşaqda fikir vermir. 10 deyəndə xətti 2 dəfə uzun çəkməlisən. Fikir vermir, onda da məsələ yanlış olur. Ona görə kilometr həmişə üstündə yazır. 90 dərəcə azimutla getdi 5 km. Çatdı bu məntəqəyə. Və bu məntəqədən də deyir 0 dərəcə azimut. 0 dərəcə azimutumuz haradır? Yuxarı istiqamət. Yəni bu məntəqədən də qalxıb yuxarı. 0 dərəcə azimut. Çatdı mı bu məntəqəyə? Buradan çıxdı və dolandı bu məntəqəyə çatdı. Və deyir ki, əvvəlki məntəqə buradır. Bu da çatdığı məntəqə. Çatdığı məntəqədən əvvəlki məntəqəyə hansı istiqamət və azimutla qayıtmalıdır? Buradan bura çatmaq üçün turistimiz bu istiqamətlə getməlidir. Yəni, bu istiqamətin aid olduğu azimut və istiqaməti tapmalıyıq. Bunun aid olduğu istiqamət, bu xəttdir. Bu xəttə uyğundur. Yəni, cənub-qərb istiqamət. Aid olduğu istiqamət cənub-qərbdir. Aid olduğu azimut isə cənub-qərbə uyğun 225 dərəcədir. Bir də nəzərdən keçirək, turist şərqə doğru, yəni 90 dərəcə 5 km getdi, sonra 0 dərəcə ilə yenə 5 km getdi, qeyd edək və geriyə hansı azimutla qayıdır? Geriyə qayıtdığı xətti qeyd edirəm, bu xəttlə geriyə qayıdır. Ən qısa yolu götürüb, bunu götürməyəsiniz. Ən qısa yolu götürəsiniz, bu xətti. Və bu xəttin də uyğun gəldiyi istiqamət, cənub-qərb istiqaməti, azimut isə 225 dərəcə azimutdur. İndi isə məsələ 3-ə baxalım. Səyyah 45 dərəcə azimutla gedərsə, geriyə hansı istiqamət və azimutla qayıdar? Geri qayıdılan azimutu tapmaq üçün əgər 2 qayda tətbiq olunur. Əgər verilən azimut bucağı, yəni bu 45 dərəcə, verilən azimut bucağı 180 dərəcədən
180 dərəcədən kiçikdirsə, verilən azimut bucağının, üzərindən 180 dərəcəni gəlirsiniz. Geri qayıdan azimutu tapmaq üçün. Əgər verilən azimut bucağı, ikinci sual, verilən azimut bucağı 180 dərəcədən böyükdürsə, verilən bucağın üzərinə, verilən bucaqdan 180 dərəcəni çıxmaq lazımdır. Geri qayıdılan azimutu tapmaq üçün verilən azimut bucağını, yəni bu 45 dərəcəyə baxacaq. Bu 45 dərəcə bucaq görək 180-dən kiçikdirmi, yoxsa 180-dən böyükdürmü? Əgər 180-dən kiçikdirsə, onda artırırsan. Üzərinə 180-i gəlirsən. Amma 180-dən böyükdürsə, məsələn 225-dir, 315-dirsə, geri qayıdan azimutu tapanda 180 dərəcəni, verilən bucaqdan 180 dərəcəni çıxmalıyıq. İndi 45 dərəcə azimutla gedirdi. Burada çəkin. 45 dərəcə azimutla gedir. Yəni, bu istiqamətlə gedir 45 dərəcə. Geri qayıdan azimut 45 dərəcə 180 dərəcədən kiçik olduğu üçün 45 dərəcənin üzərinə 180 dərəcəni gəlirəm, bərabərdir 225 dərəcə. Yəni, geriyə 225 dərəcə azimutla və bizdən istiqaməti də soruşur. Azimutumuz 225-dir. İstiqamətimiz də 225-ə uyğun gələn istiqamət cənub-qərb istiqamətidir. Cənub-qərb istiqamət. Azimut 225, geri qayıdan azimut 225, istiqamətimiz isə cənub-qərb istiqamətidir. Və bəzən desək ki, səyyar 225 dərəcə azimutla getdi, geriyə hansı azimutla qayıdır? Onda 225-dən 180-ini çıxacaqsınız. Deyəcəksiniz ki, 45 dərəcə azimutla geri qayıdır. Bu da məsələ 3-cü izahı. İndi isə məsələ 4-cü izahına baxalım. Məsələ 4-də deyir ki, turist ilkin məntəqəyə 135 dərəcə azimutla qayıtmışdırsa, o hər dəfə eyni məsafələr qət etməklə əvvəl hansı istiqamətlərdə getməlidir? Turist 135 dərəcə azimutla qayıdır. 135 dərəcə azimut bu istiqamətdir. Yəni, bu istiqamətlə qayıdır. Biz ilk öncə turistin çıxdığı məntəqəni tapmalıyıq. Qayıtdığı budursa, çıxdığını da tapmaq üçün demək ki, xəttimizi buradan çəkməliyik. Yəni, getdiyi istiqamət. Deməli, onda turistin getdiyi istiqamət budur, çıxdığı istiqamət də budur. Buradan çıxır, çıxdığı istiqamət, bu isə çatdığı istiqamətdir. Çatdığı istiqamət. Deməli, deyir ki, turist 135 dərəcə azimutla qayıdıbdır. Onda getdiyi istiqamət də bu azimutdur. Yəni, 315 dərəcə azimutla da gedibdir. Çıxış nöqtəsi bu, çatdığı nöqtə bu. İndi bizdən nə soruşur? Deyir ki, o hər dəfə eyni məsafələr qət etməklə əvvəl hansı istiqamətlərdə getməlidir? Yəni, buradan A məntəqəsindən B-yə hər dəfə eyni məsafə qət etməklə hansı istiqamətlərdə gedərlər? A-dan B-yə getmək üçün birinci yolumuz çəkdiyimiz bu xətdir. A-dan B-yə getmək üçün ikinci yolumuz budur. Şimala gedər, sonra isə qərbə gedər. A-dan B-yə getmək üçün üçüncü yolumuz budur. Qərbə gedər, sonra isə şimala gedər. İkinci yolumuz, bu da olsun üçüncü yolumuz. Və məsələnin şərtində deyir ki, hər dəfə eyni məsafələr qət etməklə. Görürsünüz ki, birinci məsafə 2 ilə 3-dən fərqlidir. Amma 2 ilə 3 də eynidir. Eyni dediyi üçün onda məsələmizin şərtini ikinci və üçüncü yollar ödəyəcəkdir. Yəni, A-dan çıxan turist B məntəqəsinə şimala və qərbə doğru getməklə, ikinci yol qərbə və şimala doğru getməklə çata bilər. Birinci yolumuz şimal və qərbdir. Şimal qərb yoxa, qarışdırmayın. Şimal və qərb. Şimala getdi, sonra isə qərbə getdi. İkinci yolumuz qərb, vergül, qərb və şimal. Bu iki yolla gedə bilər. Cavabımız şimal və qərb və şimal. Birinci yol niyə ödəmədi? Çünki hər dəfə eyni məsafələrdir. 2 ilə 3 eynidir. Amma 1 fərqli məsafədir. Çünki düzbucaqlı üçbucaqda düzbucaqlı üçbucağın hipotenuzu katetlərin cəmindən kiçik olur. Amma bu katetlərin cəminə bərabər olduğu üçün ikinci yolla üçüncü yol bir-birinə bərabər olur. Məsələ 4-ün izahı oldu. Məsələ 5-ə baxalım. Deyir ki, X məntəqəsindən hərəkətə başlayan səyyar şimal istiqamətində 10 km, sonra qərb istiqamətində 10 km
Daha sonra isə cənuba doğru 10 kilometr gedib hərəkətə başladığı nöqtəyə çatdığını görür. Yadınızdansa bayaqları əvvəlki məsələlərdə 5 kilometr məsafəsi var idi. 5 kilometr şərqə getdi, 5 kilometr şimala, sonra geriyə hansı istiqamətlə qayıdar? 225 dərəcə azimutla, istiqaməti ilə. Ona bənzər bir şeydir, amma burada özəl bir qayda var. Gəlin qlobusa, bu məsələni qlobusa, yəni yer üzərində düşünək. Qlobusun çox hissəsində bunu tətbiq edir. X məntəqəsindən, tutaq ki, X məntəqəsi buradır. X məntəqəsinə səyahətə başlayır. Şimal istiqamətində 10 kilometr. 10 kilometr getdi. Sonra qərb istiqamətində 10 kilometr. Çatdı bura. Sonra isə cənuba doğru 10 kilometr. Çatdı bura. Və deyir ki, 10 kilometr gedib hərəkətə başladığı nöqtəyə çatdığını gördü. Hərəkətə başladığı nöqtə buradır, çatdığı nöqtə buradır. Amma biz görürük ki, bu hərəkətə başladığı nöqtəyə çatmadı. Hələ 10 kilometr şərqə doğru getməlidir ki, hərəkətə çatdığı nöqtəyə, çıxdığı nöqtəyə çatsın. Yəni, qlobusun istənilən yerində bunu götürsəniz, belə bir xətt alınacaqdır. Bu, hərəkətə çatdığı məntəqəyə çatmaq üçün necə olmalıdır vəziyyət? Vəziyyət belə olmalıdır. Baxın, belə bir vəziyyət olmalıdır. Bu vəziyyət də yalnız yerin coğrafi qütblərində ödəyir. Gəlin, coğrafi qütbə baxaq, cənub coğrafi qütbünə. Çıxdı 10 kilometr, çıxdı 10 kilometr şimala getdi. Sonra qərbə doğru 10 kilometr getdi, sonra yenidən cənuba doğru 10 kilometr getdi. Gördünüzmü? Çıxdığı məntəqəyə də çatdı. Demək ki, bu yerin cənub coğrafi qütbüdür. Nə bildim, şimal deyil, cənub coğrafi qütbüdür. Çünki deyir ki, şimal istiqamətində hərəkət etdi. Şimal coğrafi qütbü ola bilməz. Çünki şimal coğrafi qütbündə yalnız bir istiqamət var, cənub istiqamət. Şimal coğrafi qütbündən çıxıb şimala gedə bilməz. Çünki şimal coğrafi qütbü şimal istiqamətin bitdiyi ən son nöqtədir. Ona görə şimal coğrafi qütbü şərti ödəməz. Bu cavabımız cənub coğrafi qütbüdür. Yəni səyyah haradan hərəkətə başlayar? Cənub coğrafi qütbündə. Bu da 5-ci məsələmizin izahı. Ümidvaram ki, məsələlər sizin üçün yardımcı olar. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.